Yeri şumlayır öncədən, suluyur, toxumu səpir və gözləyir ki, nə vaxtsa məhsul əldə eləyəcək. Bütün bu həyatımızın hər şeyi təvəkkülün üstündə qurulur. Şəxsin bu elədiyi işlər acizliyin izharıdır. Əkinçinin bu işi acizliyin izharıdır. Yəni, şəxs yeri qazması, toxumu ora qoyması, suyu onun üstünə tökməsi nədir? Onun acizliyinin izharıdır. Yəni, o toxum oradan meyvə olaraq, tərəvəz olaraq, dənli bitki olaraq Allahın qüdrəti ilə, Allahın iradəsi ilə nə olacaq? Çıxacaq. Yəni, hər bir işin müqaddimatını görüb, gözləmək nə sayılır? Acizliyi sayılır. Elə də axıra qədər. Həkim, məsələn, filan işi gördü, filan işi gördü, filan işi gördü, öz öhdəsində olanı elədi. Gözləyir. Axıracan nədir? Gedə bilmir ki, belə də, dur get. Axıracan gedə bilmir. Bu müqəddimatı gətirmək nə sayılır? Acizliyin izharıdır ki, biz bura qədər, ya Allah, elədik, bundan əlavəsi nədir? Allahın öhdəsində. Ya Allah, sənə sığınırıq. Bu tərzdə nədir? Təvəkkül öz həqiqətini tapır. Peyğəmbərimizə salavat göndərək.